Natural ədədlər nəyə deyilir? Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Məsələn, əşyaları sayarkən istifadə etdiyimiz ədədlər və rəqəmlər, məsələn, 5 ola bilər, 100, 5000, 10.000 və s. Natural ədədlər tək və cüt olmaqla iki yerə ayrılır. Tək ədədlərin yazılış forması 2-in çıxılsın 1, 2-in üstəgəl 1, 2-in üstəgəl 3 və s. Cüt ədədlərin yazılış forması 2-in çıxılsın 2, 2-in üstəgəl 2, 2-in üstəgəl 4 və s. Tək və cüt ədədlərə nümunə gətirmək olar. 1 təkdir, 3, 7, 11, 15. Cüt ədədlər isə 2-dən başlayır, 4, 6, 16, 18 və s. Bundan əlavə, natural ədədlər sadə və mürəkkəb olmaqla iki yerə ayrılır. Sadə ədədlər 1-ə və özünə bölünür. Mürəkkəb ədədlər isə 2-dən çox böləni olur. Sadə ədədlər 2-dən başlayır. 1 nə sadədir, nə mürəkkəbdir. 3, 11, 19, 23 və s. Mürəkkəb ədədləri nümunə gətirək. 10, 18, 27, 63 və s. Ədədin sadə vuruqları ayrılışını göstərək. Məsələn, 224 ədədini sadə vuruqlara ayıraq. 2-yə bölünür. Ən kiçik sadə ədəd olan 2-yə bölünür. 2-yə böldükdə 112, 2-yə bölünür. 56, 2-yə bölünür. 28, 2-yə bölünür. 14, 2-yə bölünür. 7, 7-yə bölünür. Ədədin sadə vuruqları ayrılışından sonrakı hasili yazaq. 2-dən 1, 2, 3, 4, 5 dənə 2 var. 2 üstündə 5, 1 dənə 7 var. 7 üstündə 1. Deməli, ədədin sadə vuruqları ayrılışı 2 üstü 5, 7 üstündə 1-dir. Biz bunu əbob əkobun tapılmasında istifadə edəcəyik. Əbob ən böyük ortaq böləndir. Əkob isə ən kiçik ortaq bölünəndir. Gəlin əbob və əkobun tapılmasına aid misallar göstərək. Əbob 80, 100 bərabərdir. 80 və 100-ü sadə vuruqlara ayıraq. 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. 100-ü sadə vuruqlara ayıraq. 2, 50, 2, 25, 5, 5, 5, 1. Deməli, əbob ortaq olanların hasilinə bərabərdir. 2 və 2 ortaqdır. 2 və 2 ortaqdır. 5 və 5 ortaqdır. Deməli, bizim vuruqlarımız oldu. 2 üstü 2, 5 üstündə 5 bərabərdir 20. Əbob 20-dir. İndi isə əkobun tapılmasına baxaq. Eyni bir ədədlərin əkobuna baxırıq. Əkob isə ən böyüyünü götürürük, vururuq ən böyükdə olmayana. 2 və 2-yə. 2 üstündə 2 bərabərdir 400. Əkob 400 elədi. A və B qarşılıqlı sadə ədədlər olarsa, əbob AB 1-ə bərabərdir. Əkob isə onların hasilidir. A vurulsun B.
Əgər A ədədi B ədədinə bölünərsə, A bölünən B böləndirsə, əbob AB B-yə, yəni kiçiyinə, əkob AB böyüyünə, yəni A-ya bərabərdir. Bundan əlavə əbob AB əkob AB hasili bərabərdir A ədədi ilə B ədədinin hasilinə. Əbob və əkobun ayrı AB bərabərdir formada yazılışı AB bölünsün C-yə, əkob AB bərabərdir ABC. Burada C-lər ortaq olmayan sadə vuruqların hasilidir.